Axı nəyə görə pianoda 88 dənə klaviş var? Pianoda bax bu səsdən bu səsə qədər düz 88 dənə klaviş var. Niyə 88? Niyə 90, 100, 200 yox? Bu səsdən aşağı demək olar ki, heç nə eşidilmir. Bu səsdən aşağı yalnız titrəyişdir. Və bu səsdən yuxarı ümumiyyətlə musiqiyə heç bir aidiyyəti olmayan uğultu səsi gəlir. Yəni ki, bu səsdən yuxarı və bu səsdən aşağı sanki harmoniyasız bir cırıltı səsi gəlir. Ümumilikdə insan qulağı 20 Hz-dən 20.000 Hz-ə qədər səsləri eşidə bilir. Və məhz bu 88 klaviş bütün bu mövcud ola biləcək səs diapazonunu özündə cəmləyir. Əvvəllər klavişli alətlərdə not sayı bu qədər deyildi. Misal üçün klavisində 4-5 oktav var idi. Lakin Bach, Beethoven və Liszt kimi bəstəkarlar musiqini genişləndirdikcə ifa imkanlarını artırmaq istəyirdi və 1880-ci illərdə Steinway şirkəti məhz ilk dəfə 88 klavişli pianonu ictimaiyyətə təqdim edir və o vaxtdan bu vaxta qədər 88 klavişli piano qızıl standart olaraq qalır. Lakin 88 klaviş təkcə texniki detal deyil. Bu 88 ayrıca duyğu deməkdir. Qaranlıqdan işığa. Və bütün bunlar 10 dənə barmağın altındadır.